Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən belə bir müşahidə eləmişəm həyatda. Deməli, Qurana tabe olmadığın müddətcə Allah dünyada psixoloji sıxıntı verir. Boşuna həkim axtarma. Yəni, bu nə deməkdir? Yəni, dünyada mənəvi və fiziki şəfanın əsas qaynağı, əsas mənbəyi Allahdan gəlir, Qurandan gəlir. Ona uyduğun sürəcə heç bir psixoloji və fiziki rahatsızlıq duymazsan. Bu rahatsızlıqlar bəzən imtahan nəticəsi ola bilər, bəzən də etdiyin səhv əməllərin nəticəsi ola bilər. Hər halda biz şəfa tapmaq üçün Allaha yönəlməliyik. Deməli, bununla əlaqəli ayələr də var. Yəni, məsələn, Fussilat surəsi 46-cı ayədə Allah Teala deyir ki, kim yaxşı iş görsə öz xeyrinədir və kim pis iş görsə öz ziyanınadır. Sənin Rəbbin bəndələrinə əsla zülm edən deyildir. Əraf surəsi 96-cı ayədə Allah belə deyir. Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər açardıq. Lakin onlar təqzib etdilər, belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq. Gəlin görə Azərbaycan xalqının 90%-i necə yaşayır? Əlbəttə ki, yanlış yaşayır deyə, bax, bugün bizim vəziyyətimiz belədir. Bir-birimizə nəsə məhsul satanda, nəsə çəkidə, nəsə verəndə, əksər hallarda alladırıq da, gəlin bunu etiraf edək. Yəni, Qurandan tam aralı düşmüşük. Ona görə də Allah Teala nə deyir? Deyir, onlar əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər açardıq. Lakin onlar təqzib etdilər, belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq. Və Hud surəsi 118-ci ayə. Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamısını tək bir ümmət edərdi və onlar həmişə ziddiyyətdədirlər. Hud surəsi 119-cu ayə. Sənin Rəbbinin rəhm etdiyi kəslər istisna olmaqla və onları elə buna görə yaratmışdır. Rəbbinin şübhəsiz cəhənnəmi cin və insanlarla büsbütün dolduracağam kəlməsi qəti və tamam olmuşdur. Kim Qurandan ayrı düşsə, ona dünyada və axirətdə sıxıntı var. Kim Allahın dediyi kimi yaşasa, o Norveçli, Fransalı, İsveçli kimi yaşayacaqdır.